Salam, vaxtınız xeyir olsun. Biz bu 7-ci sinif coğrafya dərsliyindən bölmə 4.1 Küləklər şəhəri mövzusunu izahına baxacağıq. Gəlin oturmadı mövzuyla tanış olaq. Bakı şəhəri Xəzər dənizi qərb sahilində yerləşir. Burada il boyu müxtəlif növ küləklər əsir. Bunlardan soyuq şimal küləyi olan Xəzri və cənubdan ölkəmizə daxil olan isti gilavari misal göstərmək olar. Tanınmış səyyah Əbdürrəşid Bakovi şəhərdə güclü küləklər əsdiyinə görə Bakını küləklər şəhəri kimi təsvir etmişdir. Bura qədər oxuduq, indi mətni daha yaxın təhlil edək. Dedi, Bakı harda yerləşir? Bakı Xəzər dənizinin qərb sahilində yerləşir və il boyu paytaxtımızda müxtəlif növ küləklər əsir. Bunlardan şimal küləyi olan Xəzri, şimal küləyi Xəzri, cənubda ölkəmizə daxil olan gilavari misal göstərmək olar. Tanınmış səyyah Əbdürrəşid Bakovi şəhərdə güclü küləklər əsdiyinə görə Bakını küləklər şəhəri kimi təsvir etmişdir. Buranı təhlil elədik. İndi gəlin mətnə davam edək. Daha sonra küləklər fərqli istiqamətlərdə əsərək müəyyən ərazi hava şəraitinin formalaşmasına təsir edir. Hər biri üçün istiqamətində daha çox əsən küləklər, yəni hakim küləyə əsasən formalaşır. Belə küləkləri müəyyən etmək üçün külək gülü diaqramı tərtib edilir. Külək gülü hər hansı bir məntəqədə müəyyən zamanda əsən küləklər istiqamətin qrafik üsulla təsviridir və fikir verirsə, burada təsvir edilib CD diaqram verilib və bu da Bakının yanvar ayı üçün külək gülünün diaqramıdır. Bəs biz bu külək gülünü necə qoyuruq? Ona baxaq. Birinci üfüqün əsas aralı cəhətləri çəkilir. Birinci şəkildə olduğu kimi birinci əsas cəhətlərimiz şimal, cənub, şərq, qərb. Aralı cəhətlərimiz şimal, şərq, şimal, qərb. Cənub, qərb, cənub, şərqdir. Yəni bunları qeyd etdikdən sonra ikinci addımıza baxaraq ay ərzində müşahidə edilən küləyin əsməyə başladığı istiqamətini külək gülü üzərində qeyd edirik. Məsələn, bu B cədvəlinə baxırıq. Məsələn, B cədvəlində şimal istiqaməti 5 küləkli günlər sayı 5-dir. Yəni baxın, burada qeyd olunur, 5 dənə xətt qeyd olunur. Daha sonra cənub istiqamətində küləkli günlərin sayı 2-dir. Burada 2 qeyd olunur. Daha sonra şərq istiqamətində 1. Belə üfüqün cəhətləri üzərində qeyd olunur. Və ən sonunda ortada isə küləksiz günlər, yəni şəlakətli günlər qeyd olunur, yəni 2. Sonra dördüncü addım isə nədir? İstiqamətlər üzrə sonuncu qeyd edilmiş hissəni birləşdirilir. Yəni baxın, bu hissələr birləşdirilir. Yəni beləsinə bir qrafik yaranır və bu nəticəsində qrafikin ən şiş hissəsi, yəni baxın, burada bizdə ən şiş hissə şimal şərqdir və hakim külək orada tapılır. Yəni fikir verirsə, burada bizim hakim küləyimiz şimal şərq küləyidir. Ən az küləklər isə fikir verirsə cənub istiqamətində əsən küləklər cənubdur. Sonra cənub şərqdir, cənub qərb istiqamətində küləklər az əsir. Bu nəticəsində biz bildik ki, Bakıda yanvar ayı üçün əsasən şimal küləyi hakimdir və bu diaqrama əsasən fikir yürütmək olar ki, hakim küləyimiz şimal şərqdən əsir və ölkəmizdə diaqrama əsasən Xəzri küləyi hal-hazırda hakimdir. Mətni oxuduq, indi isə gəlin suallara baxaq. Birinci sualda deyir ki, Xəzri küləyinin ölkəmizin ərazisinə daxil olduqda hava temperaturunu azaldır və gilavar küləyi isə əksinə temperatur artır ifadəsi doğru və yanlış olduğunu müzakirə edir. Baxın, mətndə də qeyd olunduğu kimi fikir verirsə, Xəzri küləyi şimal küləyidir və ölkəmizə daxil olanda havanın temperaturu aşağı salır və yağıntı verir. Gilavar küləyi isə cənubdan yaylarına daxil olur və havanı qızdırır və isidir. Yəni fikir tamamilə doğrudur. Yəni burada yanlış bir fikir yoxdur. İkinci tapşırığa baxaq. A şəklindəki Bakı şəhərində soyuq və yağıntılı hava təsvir olunmuşdur. Belə hava şəraiti hansı yerli küləyin təsiri yaranmışdır? Baxın, fikir verirsə, burada hava küləklidir, sonra yağış yağıb, nisbətən soğuqludur hava. Bu əsasən qış ayları üçün xarakterik bir havadır. Buna görə də biz fikir yürüdə bilərik ki, bu ölkəmizdə əsasən bu aylar, qış aylarında şimal küləkləri hakim olur və ölkəmizdə Xəzri küləyi yəni əsir, həmin aylarda Xəzri küləyi əsir.
Daha sonra üçüncü tapşırığa baxaq. Cədvələ əsasən dəftərinizə Bakı şəhərinin iyun ayı üçün üçülək gülü diaqramını qurun. Gəlin quraq. Mən burada qeydləri açım. Aha, baxın. Açılsa. Aha, açıldı. İndi gəlin quraq. Mən birinci dediyimiz kimi üfüqün cəhətlərini çəkirik. Baxın, çəkək. Baxın, çəkdik. Baxın, burada da qeyd edək. Mən indi üstündə yazmayacağım. Yer çox tutmasın. Baxın, bura şimal, bura cənub, bura şərq, bura qərb. Bura şimal-şərq, bura şimal-qərb, cənub-şərq və cənub-qərbdir. Yəqin ki, hər birimiz üfüqün cəhətlərini əzbər bilirik. Sonra bizə deyir ki, şimal istiqamətində küləkli günlərin sayı 3-dür. Gəlin biraz buranı daha səviyyəli çəkək. Buranı birləşdirək. Aha. Küləkli günlərin sayı 3-dür. Baxın, şimal istiqamətində 1, 2, 3. Baxın, burada qeyd edirəm. Daha sonra cənub istiqamətdə küləkli günlərimizin sayı 9-dur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Buranı da qeyd edək. Nöqtə qoymağımız vacibdir. Daha sonra şərq istiqamətdə küləkli günlərin sayı 2-dir. 1, 2, nöqtəmi qoyuram. Sonra qərb istiqamətdə küləkli günlərin sayı 2-dir. 1, 2, nöqtəni qoyuram. Daha sonra şimal-şərq istiqamətdə küləkli günlərimizin sayı 2'dir. Baxın, bir də yenə qeyd edim. 1, 2 nöqtəmi qoyuram. Daha sonra şimal-qərb istiqamətdə küləkli günlərimizin sayı 1'dir. Biraz sərgəsiz çəkdiyimiz üzrlü sayın. Baxın, 1'dir. Yəni buradan belə gedəcək. Ona görə 1. Qoy, buranı silim. Pozan görə. Hə, pozan buradadır. Buranı çəkək bir dənə. Buradan belə çəkək. ISO. Burada külək günlərimizin sayı 1'dir. Daha sonra baxaq, cənub şərqdə 3'dür. Cənub şərqimiz burada 1, 2, 3. Daha sonra deyir, cənub qərbdə 5'dir. 1, 2, 3, 4, 5. Və şəlakətli günlərin sayı, yəni küləksiz günlərimizin sayı 3'dür. Yəni bunu da burada yazarıq 3. Yəni gəlin biz buranı birləşdirək və küləkli günlərin diaqramını tərtib edək. Baxın, birləşdirdiyimiz zaman fikir verirsiniz. Təxmini belə bir fiqur ortaya çıxır. Yəni fikir veririksə bu diaqram əsasən ölkəmizin yay ayları üçün xarakterikdir. Yəni iyul aylarında qeydə alınır və ölkəmizdə hakim külək əsasən cənub istiqamətində əsir və bu küləyi biz mühakimə edə bilərik ki, bu külək kilovar küləyidir, yəni cənub küləyidir. Yəni baxın belə. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşəndə hələlik.